xoşbaxtlığın. Qaqaş dərslərini də çox super oxuyur. Cümşüd daha sesini çıxarma orada. Brayer bizə çaldıran döyüş haqqında danışa bilərsən? Bu cəmaatın anası bayısı var müəllim. Mən tərbiyəli oğlanlarda xoşum deyə. Hər şey gözəl super gedirdi. Ancaq bir gün oğlan qulağına gic-gic səslər gəlməyə başlayır. Qaqa səsin təsirindən pəncərəyə qalxıb, anası tez səsə çıxıb, Ay oğlum sən səysən nəsə niyə zotulluysan? Canmama qurban. uşağı evə gətirib təzdən yatışdırır. Yeri gəlmişən uşağın qulağına gələn ha bu qəribə səslər o dünyaya düşdüyü Svetamuska aparatın içindən gəlirdi. Həmin aparatı ailəsi ha bu podvalda gizlətmişdi və uşağın ha bundan xəbəri yox idi. Ümumiyyətlə uşağın xəbəri yox idi ki, göydən düşüb. Elə bilirdi yetimxanadan götürüblər. Sabahsı gün qaqaş otları biçmək üçün əhtacı xodlamaq istəyir. Qaqaş əlinə baxır ki, bu nədir? Mən kələymişəm ki. Gəlir əhtacın düşdüyü yerə. Qaqaş 31 çəkmaqdan əlləri olur daş kimi. Uşağın ad günü olur, xalası əri uşağa tüfəng hədiyyə eləyir. Atom bombası hədiyyə eləyərdin. Uşaq nədir, fişək nədir? Polis tüfəng nədir? Boy. Uşaq dələ ona olmaz. Tüfəngimi ver bula. Natarı başa düşmədik. Deyirəm ki, tüfəngimi ver bula. Bay dədə. Ha, uca sıçdın güllü tumanın içinə. Davay o ya. Uşaq get-gedə aqressivləşməyə başlamışdı. Yemək yeyib doymurdu, vilka qaşıqda basışdırırdı. Maması otağı eşəliyib hava aqressivliyin səbəbini axtarmağa çalışır və yorğan